Mətbuatdan, televiziyadan və sosial şəbəkələr üzərindən gün ərzində beynimiz kifayət qədər məlumat əldə edir. O məlumatları adətən birinci beyin, yəni sürətli işləyən beynimiz analiz edir və reaksiyaları da məhz adətən birinci beyin, yəni bizdən şuurdan kənar işləyən beynimiz. Ona görə də əziz dostlarım, dəyərli insanlar, bir videoya şərh yazmamışdan öncə bir anlıq dayanıb düşünməyinizi istəyirəm. Bir şeyi sizə xatırlatmaq istəyirəm. Bir müddət qabaq, bir 10 il, bəlkə də biraz çox illər öncə ölkə başçısı cənab prezidentimiz İlham Əliyev haqqında mətbuatda çox qəribə məlumatlar yayılmışdı. Onun bəzi qadınlarla bağlı, yəni biz məlumatlara rast gəlirdi. Hətta Ebru Gündeşlə belə adı çəkilirdi, hallanırdı. Qumar oyunları ilə bağlı, yəni xeyli məlumatlar dolaşırdı mətbuatda. Hətta narkotiklə bağlı belə adı hallandı. Yəni bu məlumatlar dolu idi internetdə. Hara baxırdın, belə məlumatlar çıxırdı qabağımıza və demək olar ki, əksəriyyəti də insanların buna inanırdı. İndi sadəcə sizə sual vermək istəyirəm, əzizlərim. Bax, öz müşahidələrimdir də. Yəni, bu necə ola bilər ki, bir anlıq hər biriniz o məlumatları uzaq keçmiş deyil, yəni. Yaxın hamımızın şahidi olduğumuz bir keçmişdir. Bir anlıq beyninizdə canlandırın. Və ardınca sizə bir şeyi xatırlatmaq istəyirəm, yada salmaq istəyirəm. 44 günlük müharibə. Hər birimizin telefonda, ekranında, səhifədə yuxarı başda dəmir yumruq tutmuş cənab prezident, ali başkomandan və əynindən 44 gün ərzində demək olar ki, formanı çıxartmadan ölkəyə rəhbərlik eləyən. Bugün tariximizdə ilk dəfə qaytarılmış torpaqlar. O torpaqlara heç minadan təmizlənməmiş birinci səfər eləyən cənab prezident. Necə ola bilər ki, elə bir, bax, o haqqında məlumatlar yayılan, əyyaşlıqda günahlandırılan, qadınbazlıqda günahlandırılan, qumarda günahlandırılan, adı hallandırılan bir şəxsin 44 günlük müharibə boyunca jurnalistlərin qarşısına çıxıb, bir neçə dildə jurnalistlərlə sərbəst danışan, bəzi hallarda onu nədəsə günahlandırmağa çalışan insanların qabağına öz dövlətinin tarixindən faktlar qoyan və mükəmməl şəkildə jurnalistlərlə danışan, suallarını cavablandıran, həmçinin müharibənin gedişinə nəzarət edən, xarici siyasəti nizamlayan, daxili siyasəti mükəmməl quran və demək olar ki, bir dünya dövlətlərinin hamısının siyasətçiləri mat qoyan bir lider. Bax, sadəcə müqayisə aparın. O məlumatlar hara, bax, bu prezident hara. Bu necə oldu? Bax, əgər o məlumatlar düz idisə, bu insan bu dərəcədə necə dəyişə bildi? Yoxsa həmişəki kimi düşmən yenə hərəkətdədir. Bəli, deyir, məsəl var, deyir ki, it ürər, karvan isə yoluna davam edir. Ona görə də hər məlumatı, hər oxuduğunuz, bildiyiniz, gördüyünüz şeyi şərh yazmadan, ona inanmadan qabaq bir anlıq dayanın, dərin bir nəfəs alın və o şuurlu beyinlə düşünün. Bu məlumat nə dərəcədə düzdür? O şayələr, o məlumatlar, o informasiyalar təəssüf ki, dayanmır. Bugün də yayılır, bugün də belə şeylər yazırlar, təəssüflər olsun. Amma hər şey göz qabağındadır. Yaşasın Azərbaycan, yaşasın ölkə başçısı cənab İlham Əliyev.